Azza və Adı, Cəllə bildim. Adı neydi sənin bir dənə? Üzr istəyirəm. Zakir. Zakir. TikTokda adı nədir? Zakir Kafqaz idi. Çoxdan bağlamışam. O belə deyim də şeytan əməli şeydə tətbiqi də çoxdan silmişəm. Oradan mən çıxmışam o piş. Bildim. Ustadın falan var sənin, yoxsa özün mütaliə edirsən? Ustadım belə yoxdur. Yəni sırf belə deyim gedim elm alım, belə bir insan yoxdur. Yəni mən kimi dinləyirəm? Abu Yunus Vədavi qardaşı dinləyirəm. Yəni hocam o da belə deyim də. Ondan başqa da yəni əvvəllər Abu Hanzaliyə qulaq asırdım. O da onun küfrünü biləndən sonra indi elə çox dinləmirəm də. Allah Azza və Cəllə hidayət eləsin. Başa düşdüm. Ərəbcə bilirsən sonrası? Yox qardaş, ərəbcə bilmirəm. Ərəbcə oxumağı bilirəm. Yox, ərəb dilini bilmirəm. Dayı oğlu bilir. Yaxşı uşaq. Seymur. Yaxşı, buyur davam elə. Hə. Yəni dediyim kimi söhbət budur ki, yəni təvhid, yəni bütün peyğəmbərlərin dəvəti bunu olur. Və peyğəmbərlərin göndərilmə səbəbi iki şeyə görədir. Şirkə və təvhidə görədir. Şirkdən uzaqlaşdırmaq insanları təvhidə dəvət etmək üçün bütün peyğəmbərlər bunun üçün göndərilibdir. Allah Azza və Cəllə necə Quranda buyurur. Biz bütün peyğəmbərləri tağuta küfr edib Allah'a iman etsinlər deyə göndərdik. Və inşallah ki belə də şirk dediyim kimi Allah Azza və Cəllədən qeyrisini qəyyum götürmək, Allah Azza və Cəllədən qeyrisindən kömək istəmək. Amma belə deyim də, ay mən filan kəsi çağırıram, amma zaten hamıya bəllidir ki, yəni Allahdır da, hər şey Allahın əlindədir. Qəlbim yəni yenə də Allaha imandır, amma onu vasitəçi kimi istifadə edirəm. Bu görüşə də bax. Aydındır. Şirk neçə hissəyə bölünür qardaş? Şirk 3 hissəyə bölünür. Məsələn? Böyük şirk, kiçik şirk, gizli şirk. Şirk fizzat, yəni Allahın zatına ortaq qoşmaq. Sonra gəlir şirk fil sifət, Allahın sifətlərində ortaq qəbul etmək. Bir də gəlir şirk fil ibadə, ibadətdə ortaq qoşmaq. Düz? Aha, doğrudur. Əhsən. Zəhmət olmasa bunların hərəsinin ayəsini gətirə bilərsən Quranda mənə? Deməli, sən bir-bir de, mən bir-bir Allahın izni ilə Quranda yadımda qalanlardan sənə deyim. Hansını gətir. Əhsən. Məsəl üçün, Allahın zatına ortaq qoşmağa aid bir dənə ayə. Allahın zatına ortaq qoşmağa aid zatı deyəndə nə qəsd edirsən? Deməli, şirk fil zat sözüdür. Allahın zatına ortaq qoşmaq. Allahın zatına ortaq bilsən kimlər qoşur? Yox, kimlər lazım deyil. Quranda ayə lazımdır mənim dəyərli qardaşım. Məsələn, Məryəm 35 ola bilər. Bir dənə deyim də inşallah qardaş, icazə versən danışım da. Buyur. Mücəssimlər Allah Azza və Cəllənin zatına şirk qoşurlar. Niyə? Etiqadların küfrünü və ayəni deyim də. Deyir ki, Quran-ı Kərimdə Allahın zatına şirk qoşmaq odur ki, xristianların misal üçün Yahudilərin ortaq şeyi odur ki, deyirlər ki, biri deyir Üzeyr Allahın oğludur, biri deyir İsa Allahın oğludur. Bu Allah Azza və Cəllənin zatına şirk qoşmaqlarıdır. Məsəl üçün Yahudilərin sözü var bir dənə, Allahın əlləri bağlıdır, əuzubillah. Allah Azza və Cəlləyə belə deyim də zatına şirk qoşulur və mücəssimlərin etiqadında da şirk qoşulma metodu odur ki, Allah Azza və Cəllənin zatını bəşəriyyətə bənzədirlər. Əuzubillah. Bəşəriyyətə bənzədirlər də, yəni bənzərlik verir. Əhsən. İcazələr bu mövzu ətrafında biraz danışaq. Danışaq, problem yoxdur. Buyur. Əhsən mənim qardaşım. Sizin etiqada görə Allahın əli zatındandır? Allah Azza və Cəllənin əli zatındandır, bəli. Zatındandır. Zata keyfiyyət vermək olar? Xeyr. Əhsən. Şirkdir, əhsən. Keyfiyyət nə deməkdir? Yəni, mahalı, mənası, necəliyi, düz? Aynen. Məsələn, rəngi necədir, soyuqdur, istidir filan besməkan, düz? O formacı, düzdür. Əhsən. Ola bir dənə hədis təqdim edeyim sənə. Buyur, hədis təqdim elə, bir dənə mən dinləyim, o hədisə də baxacam bu arada, atdığın hədisə nədir, nə deyil. Əhsən. Deməli, hədisdə buyurur ki, deyən hədisi sənin üçün tapım hələ bir, sonra oradan oxuyayım Allahın izni ilə.
Deməli, hədisdə deyir ki, mənim dəyərli qardaşım. Aha, deyən bir də saniyə. Deməli, Əhlüsünnə vəl cəmaətin sələf-i salih əqidəsinin əqidəsi İslam və İman kitabı. Hədis gəlir. Hədisi sənə atım. Yəni hardasan Kitab sən? kimindir? At inşallah. Prosta kitab kimin olduğunu da desən yaxşı olur. Kitabı gərək indi baxaram, görüm kimdir. Hə, proqramda zaten məndə var. Bizdə sən proqrama girim. Proqramda zaten məndə olar var. İslam kitabxanası Təvhid 1. Hə, kitabı deməli, Əhl-i İslamı deməli toplayan və tərtib edən Kamal Hüseyn. Kitab bütün hüquqları qorunur. Kamal Hüseyn toplayıb bunu Əhl-i vəl cəmaətin əqidəsini dəlilləri ilə. Kamal Hüseyn Aha, tərtib edən, toplayan odur. günümüzdə yaşayan Kamal Hüseyn. Hə, günümüzdə yaşayan Kamal Hüseyn. Morciə. Bilmirəm valla kimdir, amma Əhl-i vəl cəmaətin əqidə kitabıdır. Tanıyıram. Zındığın biridir. Qamət Süleymanovun ikisi də eyni bezin parçasıdır, nəysə. Olar. Denən, oxu. İndi sənə bir hədis oxuyum. Gör bu hədisə etiqadın var yoxsa yoxdur? Hı. Deyir ki, həmçinin barmaqların olmasında iman edirlər. Muaz İbn Cəməl radiyallahu anhu rivayet edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: Rəbbimi yuxuda ən gözəl surətdə gördüm və Rəbbimin ovucunun iki çiynimin, yəni kürək sümüyümün arasına qoyulduğunu gördüm. Onun barmaq uclarının, başqa rivayətlərdə əllərinin soyuqluğunu qəlbimdə hiss etdim. Qəbul edirsiniz? Davam elə, sonunda deyəcəm, hədisə baxım deyəcəm. Əhsən. Abdullah bin Amr bin Əl-Əs radiyallahu anhu rivayet edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: Adam oğullarının qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasına tək bir qəlb kimidir. Onları istədiyi kimi çevirir. Bu cür hədislər bitir, sonra başqa hədislər gəlir. Hədis bitir, elə ki, başqa hədis gəlir. Mən sən birinci oxuduğum hədisi etiqadda qəbul edirsən, mənim dəyərli qardaşım. İndi baxım inşallah, mən özüm baxıram öz telefonumdan. İndi mən sənə deyirəm. Bax. Məndə məsəl proqram da var. İstəsən belə görüntülünü açım. Sələf-i salihin əqidəsi məsələsini. Orada məsəl üçün gətirim, təvhid barmaqlar babında, əllər babında. Yenə də o hədisi inşallah ki götürək. İstəsən o hədis hardan gəlib onu da tapım sənin üçün. Bir dəqiqə deyim. Hardan gəlməyini? Bir dəqiqə. Hə. Deməli, burada mən sənə deyim, hədisi qəbul edirəm. Hə, hədisi olduğu kimi qəbul edirəm Allahın izni ilə. Olduğu kimi qəbul edirsən. Vəsə. Hə. İnşallah sən şübhə gətir, mən onun təfsirini sənə deyim. Mənim gözüm üstə. Bax, təkrar elədin ki, mənim qardaşım, hədisi olduğu kimi qəbul edirsən. Nə sağ vurursan, nə sol da, belə deyək. Doğru. Olduğu kimi qəbul edirsən. Əhsən. Mən də sənə az əvvəl dedim ki, Allahın zatının necəliyini bilmək nədir? Hə. Küfürdür. Hə. Hər küfür zəlalətdir, hər zəlalətdə qardaşım, bircə dəqiqə, bilmək yox. Necəlik vəsf etmək küfürdür, necəlik ona. Necəlik vəsf olunmağı. Əhsən. Sənin bu hədisin deyir ki, Allahın barmaqlarının ucunun soyuqluğunu qəlbimdə hiss etdim. Allahın barmaqlarının ucu soyuq olmağı zatın keyfiyyətin necə olmağını bildirir. Barmaq, necə barmaq? Soyuq barmaq. Bu da keyfiyyətdir. Buyur mənim qardaşım. İnşallah bu məsələyə başlayaq. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Əmmə bəd. Rasulullah aleyhissalatu vesselam buyurdu: Rabbimi yuxuda ən gözəl surətdə gördüm və Rabbimin ovucunu iki çiynimin arasına qoyduğunu hiss etdim. Onun barmaqlarının soyuqluğunu kürəyimdə hiss etdim. Və qiyamət günü Allah göyləri bir barmağının yeri, bir barmağına dağları bir barmağına alacaq, digər barmağına alacaq. Bu hədisin mənbələri, belə deyim də, bu hədis Səhih Əl-Buxaridə də var, kitabda təfsirində, Səhih Müslimdə də var, Tirmizidə də var, Sıfatul Qiyamə, belə deyim də, babında, İbn Macədə də var, müqəddiməsində.
Yəni özdə səhih hədis də ən yüksək səviyyədə səhihdir bu hədis, yəni. Hə. Bilirəm qardaşım, bilirəm. Hədisin şərhini oxuya bilərəmsə? Oxu. Nə oxuyursan oxu. Prosta bir dənə izah elə. Hə. Mənası və şərhi budur ki, hədislərdə Allahın barmaqları əl, ovuc kimi ifadələr keçəndə sələf alimləri İbn Teymiyyə, İbn Qayyim, Əhməd bin Həmbəl rahmehullah və sair deyiblər ki, bunlar təşbih, insana bənzətmə deyil. Təvil etmədən bila keyf qəbul edilir. Yəni Allahın barmağı var demək insanın barmağı kimidir demək deyil. Sadəcə Quranda və sünnədə necə gəlmişsə onu o şəkildə təsdiq edilir. Bəzi kəlam alimləri əlbəttə buna Əşarilər də, Maturidilər də qəbul edibdir. Bu sənin deyirsən ki, 4 məzhəblə işimiz yoxdur, bu Əşari mənhəci. Bunlar da bunu qəbul edibdir. Amma necə qəbul ediblər? Təvil eləyiblər. Yəni bunu Allahın qüdrətinin rəmzi kimi başa düşüblər də, yəni təvil ediblər. İndi belə deyim də sən, gözəl qardaş. Deməli biz deyəndə ki, Allahın Azza və Cəllənin əli var. Doğrudur, biz bunu etiqad edirik. Deyirik Allahın öz zatı var, özünə yaraşan şəkildə. Aydın, bəli. Bəli, aydın. Əlbəttə insan kimi olmayacaq. Allah Azza və Cəllə bayaq elə ayə oxudum. Allah Azza və Cəllə ilə bağlı. Bu Allahın barmaqları ilə bağlı. Həmin şeydə yadındadır. Aha. Aysa o sağ əlini alacaq. Sonra qiyamət günündə Zumər 67 düzdür. Deməli, söhbət bu yerdir ki, burada gələn hədislərdə bizim mən sən dediyim buna bənzəyir. Allah Azza və Cəllə dedi ki, Quranda deyir mənə sənə mənim kərimlə yaratdığıma ibadət etməyə mane olan nədir? Allah Azza və Cəllə Quran-Kərimdə deyir bunu şeytana. Mən deyəndə ki, sən dediyim buna sualım odur. Necə? Sualım odur. Sualının mən necəliyini deyirəm də, görün məntiqli deyil. Mən deyəndə ki, Allah Azza və Cəllənin 2 əli var. Sən qayıdıb mənə deyirsən ki, Əuzubillah, sən Allaha yeni ayətən necəlik verirsən. Ax, mən Allaha necəlik vermirəm. Allaha onu mənə necə göndəribsə, o formada iman edirəm. Allah və Rasul hədislər bizdə etiqad nədir? Allah Qurani Kərimdə və sünnədə Allahın gələn sifətlərinə sələf necə qəbul edibsə biz də elə qəbul edirik. Düzdürmü? Sələfdən daha salih bir insanlar olanmarıq. Allahın onlardan salih bir necə gəlib o forma qəbul edirik. Yəni nə sapıq əşarilər kimi təvil etmirik, nə də sapıq belə deyim də müşəbbihələr kimi yəni təşbih etmirik də Allahın iznilə belə deyim də yozmuruq, keyfiyyət vermirik. Olduğu kimi qəbul edirik. Bizə dənə Quranda yox ha, sən yanlış anlayırsan. Niyə? Quranda və sünnədə gələn sifətlər. Yəni sifət həm sünnədə gələ bilər, həm Quranda gələ bilər. Biz etiqad edirik ki, Allah Rəsulü Aleyhissalatu vesselamə də vəhiy gəlir. Biri var, Cibril Aleyhissalam vasitəsilə gələn vəhiy 2 növdür. Biri də var ki, Cibril Aleyhissalam vasitəsilə gəlməyən, yəni qəlbinə nazil edilən vəhiy. Biz buna iman edirik və olduğu kimi də hədisi qəbul edirik. Necə ki Allah Azza və Cəllənin əl hədisi, əl ayəsini, Allah Azza və Cəllənin zatını keyfiyyət vermədən iman edirik. Necə ki Allah Rəsulu da buna belə iman edib, sahabələri də bu ayələrə eyni şəkildə iman edibdir. Çox vaxt Allah təvil edirlər, amma Allah Rəsulu bunu etməyib. Bildim. Vaxt gedir. Sualıma cavab ala bilmirəm qardaşım. Sən mənə ümumiyyətlə əl haqqında danışsan, mən sənə sual verəm ki, Allahın zatı barəsində keyfiyyət verə bilərik, deyirsən ki, verə bilmərik. Deyirəm bu verə bilmərik. Verə bilmərik. Hə, küfrdür və s. və ilaxır, cəhənnəmlidir və s. və ilaxır. Okey. Mən də sənə hədis təqdim edirəm. Sən də hədisin isbatını qəbul edirsən ki, bəli bu hədis filan kitablarda gəlir, səhih hədisdir və s. və ilaxır. Və mən təqdim etdiyim hədisdə deyir ki, Allahın barmaqlarının ucu soyuqdur. Soyuq da keyfiyyətdir. Amma sən deyirsən ki, keyfiyyət verə bilmərik. Bunu mənə izah elə. Keyfiyyəti biz verə bilmirik də, söhbət odur. Allah və Rəsulu necə keyfiyyətləndirib, necə vəsf edibsə o şəkil iman edirik də, mən də deyirəm. Peyğəmbər Allahın zatına keyfiyyət verə bilər, biz verə bilmərik, düz? Peyğəmbər özü öz istəyi ilə Allahın zatına keyfiyyət vermir də, Allahın vəhiyi ilə ona gəlir. Məsəl üçün sən belə deyim də iman üzr istəyirəm. Axı hədisdə qalə Allah deyir axı. Qalə Rəsulullah. Rəsulullah deyir ki, mən qəlbimdə hiss etdim barmaqların soyuq olmağını. Demək ki, biz keyfiyyət olaraq bilirik ki, Allahın barmaqlarının ucu soyuqdur. İndi mən qulaq as. Allah Rəsulü Aleyhissalatu vesselam'a mən sənə dedim də 2 növdə
vəhiy gəlir. Biri Cibril əleyhissalam vasitəsilə, digəri də qəlbinə gələn vəhiylər. Sən əslində məsələnin başından anlasan, fəhm etsən, digərlərinə belə suallara yer qalmaz dediyim kimi. Qardaş, Bilə keyf bizim burada. fərqimiz Bilə budur ki, keyf. fərqimiz budur ki, siz ötəri üstündən keçirsiniz. Biz üstündən keçmirik, biz araşdırırıq. Siz sadəcə eşidib iman edirsiniz. Aydın? Tamam. Məsələn, bax, sizin bir dənə qaydavız var. Bax, qardaş da gəldi, bir dənə təkrar edeyim. Eşiti və iman etsin. Hə, Eşiti və iman etsin. hə, bax, ay sağ ol. Bax, qardaş da gəldi xəttə. Səsimi eşidirsən, qardaşım? Yo, getdi o. Getdi, hə. Bax, mənim dəyərli qardaşım. Bir dənə ümum qaydavız var. Ümum qayda nədir? Hə. Allahın zatının keyfiyyət verə bilmərik. Vəsə, Allahın Əlbəttə. zatı yalnız və yalnız Allaha məxsusdur. Necəliyi Allaha məxsusdur. Var, amma özünə məxsus var. Onu heç kim izah edə bilməz. Qayda budur. Amma mən sənə təqdim etdiyim hədisdə, əhsən, mən sənə təqdim etdiyim hədisdə, hədis deyir ki, Allahın barmaqla ucu soyuqdur. Soyuqda artıq keyfiyyətdir. Necə? Soyuq. Necə sualı verirsə artıq keyfiyyətə girir. Axı sən ümum qaydavı vurur, ya sən hədisi inkar eləməlisən, ya ümum qaydavı rədd eləməlisən. İkisindən biridir səndə. Bu necə izah eləmək olar? Buyur. Hələ bir şey də, sən onu fikirləşənə qədər bir şey də deyim. Allahın zatında ixtilafa düşmək normal bir şeydir. Yo, bir dənə qulaq as. Mən sənə deyirəm ki, sən başından məsələni yanlış anlayırsan. Biz demirik, bir tək Qurani-Kərimdə Allahın nətər gəlibsə, bizdə təvhiddə ad və sifətlər qismində bizdə nədir təvhidin şərti? Quranda və sünnədə Allahın sifətləri necə gəlibsə o forma şəkil. Quranda və sünnədə. Yaxşı, zəhmət olmasa Quranda və sünnədə. Sünnə gətirdiyim hədis budur. Bunu Quranla mən bir dənə tutuşdura bilərsən ki, Allahın barmaqlarının ucu soyuq idi. Quranda buna işarə var. Çünki sünnə belə Qurana söykənməlidir. Ümum qayda var, Peyğəmbər buyurub. Mən sizə iki əmanət qoyuram, Quran və sünnə və yaxud da Quran və itrət. Hə, sən sünnəvi Qurana tutuşturmalısan. Qurandan qıraq, sünnədirsə o sünnə deyil axı. Ona görə barmağın ucun soyuq olmağını Quranda mənə isbat elədi, nə olar? Qurani-Kərimdə bax belə bir şey deyim də sən. Qurani-Kərimdə hər şey izahlı yazılmır. Hər məsələnin demək olar ki, bütün məsələlərin kökü Qurani-Kərimdən verilir. Bir ağac misalı, budaqları sünnətdən gəlir. İman budur bax. İmanın şərti, imanın gözəlliyi budur. Kökü Qurandan gəlir, budaqları hədislərdən gəlir. Necə ki namazın necə qılınmağı olmadığı kimi, zəkatın necə verilmədiyi olmadığı kimi, haram aylar deyir, amma haram ayların hansı aylar olduğunu söyləmir Quranda. Bu nə olur? Ağacın kökü, budaqları nə olur? Meyvələri nə olur? Hədis. Allah Azza və Cəllənin əli var. Amma bir şey də var. Kökü Quranda var. Bax, bir şey də var. Yox, xeyr. Bax, Quranda namaz var. Namazın xüsusiyyəti var, necəliyi də var. Nə edin? Rəkat ruku edin, səcdə edin, qiyam edin. Bu necəliyidir, xüsusiyyətdir. Keçdik zəkata. Zəkatın xüsusiyyəti var. Pul vahidi. Aydın? Yəni Quranda xüsusiyyət verir. Üzr istəyirəm. Quranda sən deyə bilərsən ki, Quranda kullu xüsusiyyət vermir, bəzi xüsusiyyət verir. Deyirəm, okey, əhsən, bəli, elədir. Sizin də qayda o deyir, bizim də qaydanam o deyir. Burada müttəfiqik. Amma sən məsələn sən deyə bilərsən ki, Allahın əli Quranda var. Necəli sünnətdir, amma mən sənə deyirəm ki, əgər elədirsə, onda Allahın kitabı Quranda Allahın əlinin necə olmağına bir dənə işarə olsun. Qalanı sünnətdə gəlsin. Çünki sizdə şey var, keyfiyyət verə bilmərsiniz. Amma hədis keyfiyyət verir. Bax, bu tövhid budur. Bax, eşitsəm, indi mən sənə belə bir şey deyim də. Bax, yenə deyirəm, ruku edənlərlə deyir, belə deyim də, qiyamda durmaq deyir, deyirsən bu necəlikdir. Bu necəlik, misal üçün, Yahudilərdə də var bu necəlik, bu şəkildə, yəni dururlar. Bu necəlik, ümumiyyətlə, Məkkə müşriklərində də var idi də bu necəlik sifəti. Məsələmizə dəxlisi yoxdur, onu deyim. Valla məsələmizə dəxlisi yoxdur. Məsələmizə dəxlisi yoxdur. Nə olsun, Yahudilər deyir ki, Allahın əli bağlıdır, sən deyirsən açıqdır. Hə, nə deyim ki, onda qiyas eləyim ki, Yahudi ilə sən nə fərq var? Onda əl bağlıdır, səndə əl açıqdır. Yəni bu qiyasdır. Mən demirəm axı əl açıqdır. Sən məni niyə dinləmirsən axı? Mən deyirəm ki, Yahudilər əlbəttə deyir Allahın əlləri bağlıdır, əuzubillah. Mən deyirəm ki, Allahın iki əli də açıqdır. Burada nəsə çepi tuta bilməzsən axı sən? Çepi tuta bilərəm, niyə tutmuram? Tut görüm. Mənim gözüm üstə.
Allahın əli zatdır, düz? Zatda ixtilafa düşmək normaldır yoxsa paranormaldır? Sən yox, sən şey ver. Eşitsənmi? Nə dəxli var? İndi mən deyirəm, nə dəxli var? Sən tutda mən deyirəm ki, Allahın əli baxın. Sən də demirsən Allahın əli açıqdır. Mən də sən dəlil gətirəcəm ki, Allahın zatında ixtilafa düşmək normaldır yoxsa paranormaldır? onu bilmirəm. O barədə elm almamışam. Yəni paranormaldır. Allahın zatına ixtilafa düşmək paranormaldır. Niyə? Çünki sən əgər ixtilafa düşürsənsə, deməli sən elmin var. Amma elmi olduğun təqdirdə sən Allahın zatını xüsusiyyətləşdirə bilmərsən. Xüsusiləşdirəndə artıq paranormal çıxır. Məsələn, Allahın əli, iki əli də sağdadır, yoxsa bir əli sağdadır, bir əli soldadır? Auzu billah. Gözlə də söhbəti dəyişmə. Sən deməli dedin ki, Yahudilər ay qardaş dəyişmirəm. Paranormal məsələni izah edirəm. Sual verirəm sənə. Allahın Allahın əlləri sağdadır, yoxsa bir əli sağdadır, bir əli soldadır? Yox, onun necəliyini mən bilmirəm. Yox, onu bilmirəm. O bizə mənə çatdırılmayıb. Mən görməmişəm. Sən de. Çatdırılmayıb. Bax, icazə versənsə oxuyum. Yox, başqa hədis keçmədi. İnşallah ki, dayan qoy. Bir dənə mən bu söhbəti qardaş deyirsən bilmirəm. Qardaş bilmirsən, sən bilmirsən, mən ki bilirəm. Yox, o söhbətə başqa söhbət etmə. Sizin hədisdə belə gəldi söhbətini keçmə. Bu söhbəti ay qardaşım, eyni mövzudur. Allahın əli barəsində danışmırıq. Allahın zatı barəsində Allahın əlindən başqa yerə getmə də. Ay Səbuhi, qoy bir dənə sözümü deyim. İcazə versənmi? Yox qardaşım, icazə bir dənə sözümü. Yox qardaş, icazə vermirəm. Çünki bizim mövzumuz şirkin növləridir. Şirkin növləri də 3 növdür. Bilirsən ki, bax, bilirsən ki, icazə versəm, burada sən stüdyoda yəni sən çıxarsan. İcazə verirəm. Ay qardaş, sən bir dənə soyuqluqdan vəziyyətdən çıxa bilmirsən. Mənə səhv çıxardarsan. Sən tələbə məndən bacarmır. Başa dönümsən. Olmaz ki. Buna sözlər deməliysən. Baba gördün, görsən da sərtdə keçirsən başqa metoda. Bir dənə dinlə. İkidə kəlmə söz. Bildimi? Yox, mən zaten ikidə kəlmə söz deyim. Bildimi? Yox, başa düşdüm. Poza danışanda biz çalışaq sözümüzü kəsməyək, başa dönümsən. Bir də ki, demək ki, məsəl filan şey girsən, filan şey çıxarsan. İcazə ver, mən bir dənə cavab verim. Sən dedin, düzdür dedin. Sizin söhbətiniz Yahudilərlə sənin söhbətin ixtilafdadır. Düzdür? İcazə ver, mən cavab verim. Yox, mən misal gətirdim. Mən misalla gətirdim. Mənim dəyərli qardaşım, misalla gətirdim ki, sənin gətirdiyin misal deyil. Çünki o misalı bu misalı vururlar. Aydın? Sənin misal gətirdim. Kökü gətirən sənsən. Sən gətirməsəydin, mən bunu deməzdim. Set getdi. Alo. Hə, səsim gəlir? Hə, indi gəldi. Səsimi eşitdin mənim? Hə, Yahudilər deyir ki, Allahın iki əli Allahın əlləri bağlıdır. Mən də deyirəm ki, şəxsən mən bu etiqada, bu əqidə üzərindən deyirəm ki, xeyr, Allahın iki əli də açıqdır. Dedim sən bunda çepə tapa bilərsən. Sən dedin, hə, səhvdir. Mənim sözüm səhvdir. Allahın iki əli də açıqdır deyirəm. Bu səhvdir, yoxsa nə? Bəli, səhvdir. Tamam. O zaman Maide surəsi 64-cü ayədə Yahudilər Allahın əli bağlanıb dedilər. Əlləri bağlansın və onların dediklərinə görə lənətlənmişdirlər. Xeyr, onun iki əli də açıqdır. Aha, bilirəm, doğru. Onun iki əli də açıqdır. Bəli. İki əlin açıq olmağın məna nədir? Ya burada paradoks bilirsiniz sizdə nədədir? Bax indi mən deyim. Yahudilər ki, Allahın iki əli də bağlıdır. Yəni xəbisdir. Məna xəbisdədir. Xeyr, Allahın iki əli açıqdır, yəni Allah səxavətlidir. Nəinki həqiqə əli olduğunu deyir burada. Allahın iki əli açıqdır, yəni nə? Yəni səxavətlidir, rəhməndir, raufdur. Aydın? Bax, paradoksun sənin burada. Başa düşürəm. Sən dedin axı burada səhvdir. Məsəl dedim zatı məsələ. Niyə? Çünki sən Allahın əli deyəndə bizim mövzumuz nədə idi? Mövzumun başı nə idi? Allahın zatına ortaq qoşmaq. Şirk fil zat. Düz? Sən də mənə dedin ki, mənim dəyərli qardaşım, biz olduğu kimi qəbul edirik. Allahın əli var, həqiqətən var, amma özünə məxsusdur. Amma buradakı məcaz da artıq. Çünki Allahın iki əli açıqdır, yəni öz həqiqi əli açıq deyil. Səxavət mənasındadır. Səxavət məna yüklənirsə bura, artıq bu olur məcaz. Aydın? Mən sizə bir söz deyim. Sizdən niyə heç kim Abu Yunus Hoca ilə debat eləməyib? Mən maraqlıdır. Ay qardaşım, elmin çatır sən danış. Əbu Yunusu bir də ismasın. Şeyin varsa, əlaqən varsa qoş mənlə danışsın. Problem deyil. Kim istəyən qoş mənlə danışsın. Əlaqəm var. Əlaqəm var, olmağına. Abu Yunus indi həbsdədir.
Bu Allah şeytanın, tağutun yəni önündə Allah düşüb qapısını içəri. açsın. İndi Hə, Allah qapısını açsın. Mənim dəyərli həm, qardaşım, nəsə həm, işim yox, ondadır. İndi Abu Yunusla da danışırıq. Problem mən indi hal-hazırda sənlə danışıram. Bax, mənim dəyərli qardaşım. Mən sənə bax bir dənə şey deyim. Sənə hədis atdım. Bax, Allahın hər iki əli sağdadır. Bu İbn Xuzeymə mən Ət-Tövhidində, İmam Əhməddə, Əbu Ya'lə, Təbəqatul Həmbəlidə, Beyhəqidə, İbn Teymiyyədə, Məcmuəl Fətavada, Əlbanidə, Məcmuəllatul Əsalədə və sər də gəlir. Sonra ixtilaf baş verir Allahın zatında. Sonra deyir ki, Allahın iki əlindən biri sağ, digəri sol əlindədir. Yəni Allahın iki əlindən biri sağ, digəri sol əlidir. Bunu da deməli Darimi Ər-Rad Əla Bişril Mərsi kitabı, ola bilər ki, kitabın adını səhv deyə bilərəm. Çünki burada tərcümədə yazıblar da, ərəbində yazılmayıblar. Ona görə xəta elə bilərəm, üzrlü sayasın. Sonra Süleyman Əl-Təmiminin Kitab-ül Tövhidində, Həsən Sıddıq xan Qatfur Səmarda və digər alimlərdə və digər alimlərin görüşüdür. Və buna da hədis də gətirir ha hələ. İbn Ömər radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, şübhəsiz ki, adil, ədalətli olanlar qiyamət günü və sər və ilahi Rəhmanın sağında nurdan minbərlər üzərində olacaqlar və bir əli sağda, digər əli solda olacaqdır. Və sər və ilahi. bir söz deyim. Cavab verim. Mən sizə cavab verim. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Rasulullah aleyhissalatu vesselam buyurdu. Allahın əli elə doludur ki, gecə və gündüz ondan davamlı axar. Siz Allahın göyləri və yeri yaratdıqdan bəri əli ilə xərclədiyi, verdiyi şeyləri görmürsünüzmü? Bütün bu verdikləri onun sağ əlindəkiləri heç bir şəkildə əksiltməmişdir. Burada Allahın hər iki əli də sağdır deyir. Sağdadır demir axı. Bax, gözəl qardaş. Orada sağdır deyəndə sağ sözü orada tərəf mənasındadır. Yo, yön deyil axı, sağdır. Yəni misal üçün, sən belə bir şey deyim də, zikri hansı əlinlə edirsən? Fərq etməz ki. Yo, məsəl üçün, amma bizdə fərq. Sol əllə zikr etmək olmaz. Sol əllə üzr istəyirəm. Təharətə gedəndə elə işlər görülür də, yəni məcbur qalmadığın sürəcə, yəni qüsurun olmadığı sürəcə. Yo. Olmaz sözü haramlığına gəlib çıxardar. Biri var ki, deyə bilərsən ki, sağ əllə zikr etmək müstəhəb olar. Müstəhəb olar. Solla etmək məkruh olar. Biri var belə deyəsən, biri var deyəsən haramdır. Sən haram deyirsən. Axı sən Allahın dinində niyə şey edirsən? Haram demirəm. Haram demirəm. Bəs olmaz nədir? Olmaz haramdır. Olmazı sağ əl sünnətə ziddir. Yəni bu barədə olmaz deyirsən, yəni sünnətə ziddir. Əhsən, gözəl. Belə deyim də, sağ əl. Allahın iki əli də sağdır. Yəni sağ əl bolluğu bildirir. Başa düşsən, bolluq mənasındadır orada sağ əldir. Yəni əuzubillah, iki əli də sağdadır demir. Əstəğfurullah və etübü ileyh. Nə harda deyir o iki əli də sağdır? Əgər sən dediyin kimisə, iki əli sağdır, yəni vardır mənasına verirsə, niyə axı sizdə orada ixtilaf var ki, Allahın iki əlindən biri sağ, digəri sol əldir? Axı orada sağ sol müəyyənləşdirdi axı. Söhbət budur ki, hardadır ixtilaf? Mən orada görmədim şeydə. O ixtilafı da at, mən oxuyum da onu da. Atmışam, oxu. Attın? Atmışam, oxu canım. İbn Teymiyyanın Tövhid inancı kitabını atmışam sənə. Sonra o barmaqların ucu soyuqdur atmışam. Bir də bunu. Deməli, Allahın iki əlindən biri sağ, digəri sol əldir. Bu Darimi Ər-Rad Əl-Bişril Mərsi Süleyman Ət-Təmimi Tibat But Tövhid Həsən Sıddıq xan alim şudur. Tamam. Burada mesela sen burada neye əsasən bunun misal üçün şey əl, məsəl üçün cismi olaraq oradakı sol sözünü oxuyursan, sol sözünü gördün oradan. İndi mən sənə belə bir şey deyim də, mən sənə deyəndə ki, sağ əl, belə deyim də sağ. Sağ əl bolluq, yəni belə deyim də açıqlıq, ruzi verən mənasındadırsa, sol əldə burada nədə ixtilaf ola bilər?
Allahın kafirlərə, Oo, qəşəng, zalimlərə qəşəng, qəşəng. olan Sən mərhəmətindən. sən bir dənə denən ki, oradakı sağ əl sözün mənası bol ruzi deməkdir. Buna etiqad edirsənsə, bir dənə hə denən bir şey deyəcəm sənə. Etiqad edirsən buna? Oradakı sağ əldən qəsd Allahın cömərtliyidir. Hə. Bu məcazdır ki. Boy, sən oldun nə? Sən oldun İsnaəşəri Nə? etiqadı. İslam. Sən oldun Şiə etiqadı. Ha, auzu billah, Allah Nə korusun. uzubillah? etiqad Axı Allahın əli elə olduğu kimi əlidir. Sən deyirsən sağ əl yəni ruzi. Ruzi başqa bir şeydir. Sən ruzi artıq mənadır. Sən bir sözə məna yüklürsənsə bu da oldun məcaz. Mən sənə belə bir şey deyim də. Orada Sən mənim Allah qardaşım. Rəsulü əleyhissalatu Lağaz. Allah Buyur. Rəsulü əleyhissalatu vesselam axı orada məcazı yüklüyüb. Sən onu fəhm edə bilmirsən. Demək ki, Allahın zatında məcazdır. Deməli əl həqiqi əl dördün məcazdır. Ruzidir, bərəkətdir, qudrətdir. Qardaş, sayı 2 saatdır deyirəm ki, sünnətdə və Quranda ancaq məcaz olaraq gələrsə, bu formada bizə çatarsa, biz elə qəbul edirik. Biz özümüz məcaz verənmərik deyirəm. Allah Rəsulü məcaz verə Deməli bilər. sən qardaşım, deməli sənin itaət etdiyin peyğəmbər Allahın əl deyəndə onu qudrət, səxavət, ruzi verən başa düşüb də? Düz? Həqiqi əl başa düşməyib ki? Yox. Sən Ya bir şeyi misal. Axı sən 10 saniyə bundan qabaq dedin ki, ruzi verəndir o. Bərəkətdir. Belə bir şey deyim də. Çünki Allah Rəsulü əleyhissalatu vesselam bircə dəfə əl demədiyinə görə, bir çox dəfə dediyinə görə başqa mənalarda da deyə bilər. Belə bir şey deyim də sən. İndi axı bu özü belə paradoksdur. bir dəfə nə? Axı bu özü paradoksdur. Niyə paradoks olur ki, qardaş? Mən deyirəm ki, Çünki sənin iddia etdiyin peyğəmbər bir tərəfdə belə deyib, bir tərəfdə belə deyib. Hansını götürək? İkisini də götürək. İkisini götürsək də sən məsələni fəhm etsən aydın olacaq da. Allah Rəsulü ay qardaşım, fəhm deyirsən, bax mən deyirsən fəhm elə. Okey də, mən fəhm elədim və sənə bir dənə sual qoydum ortaya ki, Allahın zatında biz necə eləni düşünə bilmərik, amma burada peyğəmbərin deyir ki, itaət etdim peyğəmbərin deyir ki, Allahın barmaqlarının uzun soyuq olduğunu mən qəlbimdə hiss elədim. Buyur, sənin fəhmi məndən güclüdürsə, barmaqların uzun soyuq olduğunu mənə gətir ki, bu necə bir şeydir? Bu keyfiyyət verməkdir. Ya sən Mərad gecəsinə iman edirsən, peyğəmbərin Allahı gördüyünə. Peyğəmbər Allahın gördüyünə? Peyğəmbərin Allahı gördüyünə iman edirsən Mərad gecəsinə? Yox qardaşım, yox. Çünki heç bir şey Allahı vəsf edə bilməz, Allahı dərk edə bilməz. Nətər yəni? İndi sizin əqidədə Mərad gecəsi yoxdur? Qardaş, Meyras gecəsi bizdə var ya, amma da orada deyilmir ki, peyğəmbər getdi Allahı gördü. Bir dəqiqə. Deyirsən orada elə şey yoxdur da, sizin əqidəyə görə elə? Bizim əqidədə peyğəmbər öz əslini gördü. Öz əslin. Allahı yox, öz əslini gördü. Nəsə Allahın əlin barmağının soyuq olmağını nə yerə qoyaq? Fəhim deyirdim. Buyur, fəhimi bir də izah elə də mənə. Cədəqə deyəcəm də, indi onu izah edəcəm. Yaxşı. Bir tanıdığın ustadlar varsa, istəsən onu da qoş da xəttə, nə olar ki? Deməli, səndə tanıdığın ustadlar, yəni sağ ağır gəlir ümumiyyətcə. İnşallah ki, belə real gəlməsin. Yanında deyərsən, danışarsın. TikTokda elə beləsən, ağır deyən ustadları elə mən susturdum, getdi. TikTok, belə deyim, ağırdır. TikTok debat yeri, TikTok din yeri deyil. TikTok boş vaxt olanların yeridir. Amma sizin tələbələriniz niyə tökülüşüb TikTok-onda? Bizim tələbələrimiz TikTokda yoxdur. Bizim tələbələrimiz... Bu Yunus Bədavinin TikTokda o qədər videoları var. Onlar paylaşa bilərlər. Məsələn, avvam insanlar paylaşa bilərlər. Məsələn, sən görürsən, abi Yunus çıxa kimlənsə debat edir TikTokda. Axı sizin Yordaniya tələbəniz TikTokda gedib bəhs eləməmişdi? Bizim tələbəmiz kimdir ki, TikTokda bəhs edir? Adı nə idi ayarlarının? Həmin adı nə idi? Həmin Yordaniya tələbəsi idi. Gəldi o vaxtı TikTokda bəhs elədi. Sonra onu YouTube kanalına verdilər və s. və axır. Nəsə, yəni sən birbaşa TikTok, yəni platforma, yəni sən birbaşa platformaya deyirsən, bunlar nə bilim boş şeydir. Mən sizə bir də misal gətirərəm. Bir bıçaq.
Bir bıçaq qatilin əlində olanda insanı öldürər, həkimin əlində olanda insanı sağaldar. Şərt onu sən necə istifadə eləməkdir. Sən platformanın da Bəli. əxlaq çərçivəsi altında istifadə edə bilərsən. Cəmaatı elmləndirə bilərsən. Necə ki, buna hamı bu saat məşğuldur. Aydın? Cəmaatı elmləndirə bilərsən. Sən misal üçün gedərsən orada dərslərini paylaşarsan. Bunda bir sakınca yoxdur. Sən gedərsən orada necə deyim, insanlara dini izah edə bilərsən. Bu başqa məsələ. Sən orada belə deyək də şərrin içində xeyir görə bilərsən. Orada bir sakınca yoxdur. Ona kimsə heç kimi. Sən amma misal üçün dur get o hesabda bununla debat elə, get bu hesabda bununla debat elə, get orada bununla. Bu boş insanların işidir. Yəni elm tələbəsinin belə vaxtı olmur axı. Elə işlə işi olmur axı. Vallahi Mən onu demək istəyirəm. İnşallah biz Hocam da nəsə başa düşdüm. Elm tələbələrinə inşallah ki, bir nömrədən verərsən, sən yanına danışıram onlarla. Ondan sonra birisindən danışmışam, Abi bunlarla Yunus danışaram. da inşallah təbrikdə azadlığa çıxır Olsun, Allah'ın nə izniyle. bilim Belə onun vaxtı ustadı olsun, fərq etməz. Allah qapısını açsın. İnşallah çıxar danışarıq, problemdir. Hal-hazırda mən sənə danışıram. Mənim dəyərli qardaşım, nə olar? Başa dönüm. Şeydən hələ şirkin o 3 mərhələsinin birində qalmışıq. Allahın barmaqlarının ucu soyuq olmalı, bir dənə izahın varsa ver, yoxdursa söndürək çıxaq gedək. Mən izahım yoxdur. Mən sənə deyirəm ki, izah nətər yoxdur? İzahı Allah yoxdur, Rəsuluna haqqıdır. dedim ki, sən iman edirsən ki, Allah Rəsulunun qəlbinə vəhidə Ay qardaş, gəlir. mən belə paradoksdayım. Ay qardaş, əqidə xəbər vahid üzərinə qurulmaz, təvatur üzərinə qurular. Bu əqidədir, bu etiqaddır. Etiqadı sən zənni yox, yəqində çatmalısan. Zənnlə çatmalı deyirsən, yəqində çatmalısın. Əgər sən mənim etiqadıma bir sual verirsən, mən desəm ki, bunu bilmirəm, demək ki, mən bunda zəndəyəm, problem məndədir. Mən sənə 2 fərqli hədis qoyuram. Sən deyirsən ki, bunları mən bilmirəm. Bilmirsən, okey də, bəhsi saxlayıram. Get bunu öyrən, gəl, sonra bunu davam edərik. Sonra keçərik o birisi. Yaxşı. İndi mən sənə bir sual versəm olar əqidəmlə bağlı. Yox qardaşım, olmaz. Çünki sualı mən vermişəm, cavab almıram. Cavab almadım təqdirdə, hadan cavab alarım, onda sən digər suallara cavab verərəm. Olar? Mən cavabı verirəm. Cavabım səni tatmin eləmir də. Belə deyim də, mən deyirəm ki, Quranda və sünnədə Allahın barmağının ucu soyuq olmağının keyfiyyətdir. Bir dənə hə yoxdur. Mən sənə belə bir şey deyim də. Allah deyir ki, Quranda biz bu Rəsulu Quranı açıqlayıcı göndərdik. Deməli Rasulullah Aleyhissalatu vesselamın elə bir yetkisi var ki, Allahın bütün Quranını açıqlasın, izah etsin. İnkar edirsən bunu? Onda şübhə yox. Deyə qardaşım, mən sənə Qurandan sual vermirəm. Mən sənə sual verirəm ki, Allahın barmağının ucu soyuqdur, hə yox. Allah Rəsulü Aleyhissalatu vesselam Quran təfsirçisidir yoxsa yox? Ayda, mən nə sual verirəm? Ay qardaş, hə, sən deyəndə alimdir, bəşəriyyətin ən üstün kişisidir. Sualım ondadır. Sualım budur ki, Allahın barmaqlarının ucu soyuqdur yoxsa yox? Mən də deyirəm, Allahın izniyle mən də deyirəm ki, Allah Rəsulü Aleyhissalatu vesselam necə bəhs edibsə, o şəkildə də iman edirəm. Yox, yozmuram da şey eləməm. Əhsən, demək sən burada etiqad edirsən ki, Allahın barmaqlarının ucu soyuqdur. Çünki sənin peyğəmbərin belə deyib. Düz? Aha. Əhsən, demək sən etiqad edirsən ki, Allahın zatının necəliyini biz tapa bilərik. Prosta ümum qaydatda elə belə qoşmuşuq ki, qardaş, soyuqluq keyfiyyətdir. Soyuqluq özü keyfiyyətdir. Allah zaten tamam, belə bir şey deyim də sənə. Soyuqluq keyfiyyətdir. Mürcü keyfiyyətdir. Mürcü? Yox, mürcü haldır. Tamam, əl Allah Azze ve Celle'ye aiddir, əl nisbət etməyə, eyibdir. Əlbəttə ki, eyibdir. Allaha tamam, əl desə, burada bir məsələ var. Bax, burada bir məsələ var. Allaha əl desin. Desən ki, Allahın əli var. O əl, həqiqi əl kimi başa düşsün. Qardaş, bu İslamdır da, bu nə bilim, nə teizmdir bilmirəm, bu amma İslamdır. Yox, əgər etiqad etsin ki, ötən dəqiqələrdə də 15 dəqiqə bundan qabaqda bir dənə dedin, sonra gördün ki, yox alınmır, nəsə demədin. Allah əl deyəndə qüdrət və bu kimi məcaz mənalardır. Qəbul edirsənsə, okey, qəbul edirəm. Qəbuldur. Amma yox, həqiqi əldir, amma özünə məxsusdur. Necə ki, barmaqlarının ucu soyuq olmağını, Allah dünyanı 5 barmağına saxlayır. Allahın 5 barmağı var. Hamısı keyfiyyət verir. Deyirsən ki, hə də olduğu kimi qəbul edirəm, amma keyfiyyət verə bilmərəm. Hətta say özü keyfiyyətdir də. Belə bir şey də əl məsələsində deysən Allaha eyibdir. Allaha əli var. Demək eyibdir. Düzdür. Bu mövzuda sən Qurana əsasən bəli. Çünki vələm yəqullahu kufuvan əhad. Onun bənzəri də yoxdur. Bənzəri olmadığı təqdirdə bu ayə nəsx olmalıdır. Nəsx olandan sonra gəlməlidir ki, Allahın bənzəri var. Allahın əli var. Çünki əl özü bənzərlikdir. Necə Allah? Əli olan Allah. Bənzətdin. Tamam.
söhbət fərq görsən, fərq burdadır ki, sən əli bənzərlik verirsən. Misal üçün deyirsən, əl elə bildiyimiz əldən misal üçün keyfiyyətin biz deyirik ki, əl var. Allahın əli var. Allah özünə eyib olan bir şeyi özünə məcazda işlədir. Onda sən sözünə Allah azə və cəllə özünə eyib olan bir şeyi özünə məcazda işlədir. Başa düşmədim. Quranda ayə var ki, Allahın əli möminlərin əli üzərindədir. Məcaz deyir bu. Quranda var ki, Allahın 2 əli var. Məsələn, bu nə tər məcaz demək? Deyirəm də, izah edirəm də sənə. Mən sənə ayə gətirəm ki, Allahın əli onların əli üzərində idi. Bu nədir? Allah yer kürəsini endi, möminlərin əli üzərinə qoydu. Yoxsa ki, Peyğəmbər gəlib möminlərin əli üzərinə qoydu. Ayə nazil oldu ki, Allahın əli. Yəni, Allahın əli, yəni Peyğəmbər. Yəni, niyə? Çünki Peyğəmbərə itaət Allaha ibadətdir. Demək ki, Allahın əli, burada qəsd Peyğəmbər idi. Bu da özü məcazdır. Çünki Allah öz əlini Peyğəmbərin əli ilə nə eləyir? Nə eləyir? İsbat eləyir. Buna deyirlər məcaz. Aydın? Nəsə qardaş? Dəqiqində o ayə ilə bağlı görək Peyğəmbər nə deyir? Nə deyir? Deməli Peyğəmbər buyurur ki, Allah möminləri qoruyur və onların işlərini dəstəkləyir. Peyğəmbər bu ayəni məcazi mənada təfsir edir. Mən də buna məcazi mənada iman edirəm. Bəli, Peyğəmbərin təfsiri şəklində. Bəs sən dedin, qulaq as. Məcazi qəbul edin, okey. Bəs sən az öncə dedin axı, Allahın özü barəsində məcazla danışar. Burada da Allah öz əli ilə danışdı axı. Burada da məcazla danışdı axı. Demək ki, danışır da. Mən demədim, mən sənin fikrinə rəddiyə verməyim. Mən demirəm, bax, sən deyirsən... Qardaş, mənim fikrim də öyle ki, Quran ayəsi idi. Qulaq as. Yox, bax, sən deyirsən ki, Allaha əl nisbət etmək eyibdir. Mən də sənə eyni şəkildə sual verdim ki, Allah Azza və Cəllə özünə eyib olacaq bir şeylə mi özünü misala çəkər? Belə deyim də, sən bir şey... Fəth surəsinin 10-cu ayəsini oxu da, xahiş edirəm. Nə? Fəth surəsinin 10-cu ayəsini oxu da. Oxu, işdirəm. Mən oxuya bilmirəm. Oxuya bilmirsən? Yaxşı. Mən oxuyaram, problemdir. Sən ayəni sənə atım. Oxu, buyur. Mənim gözlərimdə. Sənə qadan alaram mən. Deyir ki, sənə beyyət edənlər Allaha beyyət etmiş kimi olarlar. Allahın əli onların əllərinin üzərindədir. Sual, Allahın əli özünə nisbət verir, zatına nisbət edir. Onlarının əllərinin üzərindədir, deyir, ayə deyir, düz. Olduğu kimi qəbul elə, denən ki, Allah yer kürəsini endi, möminlərin əllərinin üzərinə qoydu. Yoxsa bu məcazdır? Peyğəmbər nə deyib burada? Məcazdır deyib. Peyğəmbər də, sən başa düşürsən? Peyğəmbər burada təfsirində nə deyib? Məcaz, yəni Allah möminləri qoruyur. Əhsən. Allah sənə razı olsun. Demək ki, Allah əl deyəndə məcazdan istifadə edib. Siz də deyirsiniz ki, Allahın zatı barəsində olan ayələrdə məcaz yoxdur. Amma sübut olundu ki, məcaz var imiş. Belə deyim ya, eşitsən mi? Yəni mən sənə başdan nə dedim? Sən o sualı verəndə mən sənə ən başdan dedim ki, Allah Rəsulunun necə təfsir etdiyinə baxır o məsələ. Misal üçün amma əlaqəsiz oldu. Mənim verdiyim suala cavab olmadı. Mən deyirəm ki, biz demirik Allaha əl eyibdir. Allah əllə də özünə misal çəkə bilər, gözlə də özünə misal çəkə bilər. Çünki Allahın əli də var, gözü də var. Amma deyirsiniz ki, Yox, düz dedin, qəşəng dedin, çox da gözəl dedin. Misal çəkə bilər. Bəli, misalı niyə çəkə bilər? Çünki Quran ürfə gəldi də. Ürfə gəlib. Ürf başa düşsün, cəmiyyət başa düşsün. Başa düşdüm. Mən sözümü tamamlamadım axı. Deyirəm ki, biz iman edirik. Həm Allah məcazi mənada əlini işlədir. Bəzi ayələrdə Rasulullah Aleyhisselatü Vesselamın təfsiri ilə bərabər, həm də ki, həqiqi anlamında istifadə edir, işlədir. Amma siz deyirsiniz ki, sadəcə məcaz mənada işlənə bilər və Allaha əl nisbət etmək eyibdir. Mən də, diqqətlə dinlə, mən də bir sual verirəm ki, Allah özünə qüsur olan, özünə, belə deyim də, eyib olan bir şeylə özünü misala çəkərmə, əuzubillah, misal üçün, deyərmi ki, Əstəğfurullah. Allah öz-özünə deyə bilərmi ki, Allah mürcülədir, əuzubillah. Yox, niyə? Allaha mürcü nöqsandır. Əldə sizə görə onun kimi nöqsan olmalıdır. Deyən. Allah unutqandır? Yox. Unutqanlıq Allaha nisbətdə
xoşagəlməz söz sayılır? Əlbəttə xoşa gəlməzdi Allah nisbət. Unutqan deyil Allah. Quranda Unutqanlıq bir də yaxşı. Yaxşı, mənim dəyərli qardaşım. Biz Qurana nəzər salanda, bax diqqətlə. Tövbə surəsinin 67-ci ayəsində buyurur ki, onlar Allahı unutdular, Allah da onları unutdu. Sənə deyirsən ki, Allah pis misallar özünə çəkməz. Deyirsən ki, mən də sual verirəm ki, unutqanlıq pisdir, deyirsən hə. Deyirsən ki, pisi Allah özünə çəkməz, amma burada çəkir axı. Allah da onları unutdu. Allah unutqandır bəyəm. Bu da məcazdır da. Allah zaten məcazla danışır. Təfsirdə bax, onun təfsirində Allah Resulü Aleyhissalatu vesselam zaten bu iki tərəfli də məcaz olar da. Bunun həqiqi tərəfi və ya məcazi tərəfi yoxdur. Bir tərəfli bilirəm məcazdır. Mən onu demirəm. Sadəcə sən mənə bir dənə qayda gətirdin, özündən uydurdun ki, Allah pis şeyi özünə misal etməz. Mən də deyirəm ki, unutqanlıq pisdir, deyirsən hə. Deyirəm axı Allah burada özünə misal çəkdi axı. Nətər eləyək bunu? Demək ki, unutqanlıq bir hissdir. Bir hissdir. Misal Allah Azze ve Celle bak unutqanlıq bir hissdir. Allah Azze ve Celle nəyi özündən dəf eləyir? Mürcüyü özündən dəf edir. Onun kimi eyni bir hissi. Amma Allah Azze ve Celle əli heç vaxt özündən dəf etmir. Allah unutqandır, sual verirəm. Allah unutqandır. Hey. Bəs niyə Allah burada deyir ki, Allah da onları unutdu? Mən nasıl olmazsa deyirəm ki, Allah hisslərlə özünə misal çəkir. Hisslərlə, necə ki mürcü ilə misal. Amma Allah mürcünü özündən dəf edib də hissi yoxsadır. Amma əli özündən heç dəf etməyibdi. Əksinə vurğulayıb və... Ay qardaş, dəlilin yoxdur axı. Baş, eyni ayədə gətirirəm. Sən burada deyirsən ki, sən sözün nədir? Mən burada belə qəbul edirəm, burada belə qəbul edirəm. Mən də sən qəbul etdiyindən paradoksal deyirəm ki... Mən orada elə qəbul eləmirəm axı. Allah Rəsulü nətər yorumlayıbsa elə qəbul edirəm. Allah Rəsulü nətər təfsir edibsə elə qəbul edirəm. Əhsən də, mən də deyirəm ki, deməsən Allah Rəsulü necə təfsir eləyib. Allah Rəsulü bura təfsir eləyir ki, Allahın barmaqlarını mənim bədənimə sığal çəkdi. Mən də Allahın barmaqlarının ucunun soyuqluğunu hiss etdim. Qəbul edirsən, deyirsən ki, eləyirəm. Bu hədis səhihdir, təqaüddür, nədir? Əhsən, eləyirsən. Sual verirəm. Allahın barmaqlarının ucu soyuqdur, dayanırsan. Desən ki, soyuqdur, keyfiyyət vermiş olursan. Desən ki, yox, soyuqdur, hədis soyuqdur, hədisi inkar eləməlisin. Hədisi inkar eləsin, qutub siddəni inkar eləməlisin. Hədisi olduğum kimi qəbul edirəm. Allahın Azze ve Celle'nin bütün zatını da qəbul edirəm. Sizə nisbətən Allahın zatını inkar etmirəm. Allahın sadəcə ay qardaş, hələ sən bizə gəlmə, hələ çox var, başa düşdün. Biz hələ sırat-ül müstəqimdəyik. Biz hələ aralardayıq. Söhbət bilsən nədir? Söhbət sənin əqidəndən açıldı. Gördün ki, sənin əqidənlə məsələlərə cavab verməyəcən üçün söhbət çevirdim mənim əqidəndən. Sən hələ mənim qadan alımsan. Ay qardaş. Səfada görmə, eşit gör nə deyirəm. Sənin əqidən deyir ki, Quran dəyişdirilib. Sənin əqidən deyir ki, Allah Azze ve Celle ərşin üzərində deyil sənin əqidən. Allahın yenə xodlandı. Başa dönüm sən, qadan alım. Sən məndən, nəinki səni, sənin tələbən, sənin alimin mənlə heç bir mövzuna, nəinki Quran tərifi, valla Quran tərifini istəsin, and olsun Allah, Quran tərifi sənə elə bəhs eləyərəm. Səni belə etməsin, xanım Ayşən, Ömər ibn Xəttabın deyir ki, mən ayəni cəmaatdan qorxmasaydım yazardım. Bu necə oldu? Xanım Ayşə deyir ki, filan surə boyda idi, amma biz onu yazmadıq. Xanım Ayşə deyir ki, süd vermə ayəsi endi, amma Quranda süd vermə ayəsi yoxdur. Nə bilim, filan surəni keçi yedi. Ay qardaş, Quran tərifi məndən gəlib, ümumiyyətlə heç bir mövzunu məndən gəlmə. Sən indi öz aləmində biraz dirəşmək istəyirsən məndən. Sən niyə sevirsən ki, məsələn, sən sualıma cavab verir. Quran dəyişdirilib. Sadəcə mövzu deyirsən ki, sənin əqidəndə Quran tərifi olub. Deyirəm ki, yəni məndən Quran tərifi bəhs eləmədə. Vallahi alimləri tökərəm ortaya, hədisləri qoyaram ortaya. Səhih bildiyin hədisləri qoyaram ortaya ki, Quran tərifi bizlə başa-baş, ümumiyyətlə heç bir məsələn bizlə başa-baş gəlmir. Mən səndən elə şirkin söhbətini elədim. Sizin məzhəbdə kim var? Kim alimdir ki, sizin məzhəbdə deyirəm. Ay qardaş, bizim məzhəbdə mən varam. Saboy Mehdi Ticani var. Hə, gəlin mənlə danışın. Bizim məzhəbdə mən varam. Allahu Ekber. Elə danışsan sən heç kimsən. Sən nə elmin var ki, elə danışsan. Ay qardaş, heç kimə, bu heç kimə sən cavab ver də. Heç kimsən bilməz, Akir, elə şey yaxşı şey deyil, qaqa. Heç kimə, mən heç kimə, mənə sən cavab ver də. Niyə cavab verə bilmirsən?
Sənin Qaqa Kuleynin burada gəlib heç elmdir. Qaqa sən bir dənə söz Abu deyim qaqa. Hanifəyə, Burada elmdir. İmam Zakir, Əhmədə, Zakir. sən də sənin Zakir. kimilərin yeddisini bir şey eləyibdi. Eyni sarayda diz Ay çöktürüb İmam Zakir. Əhməd. Ay Hə, sən Zakir. deyən Ay sən Zakir. deyən. Qaqa. Burada Bəllidir, elm Allahın gedir. Qaqa zatını sübut inkar gedir. edən Burada bizə.